Salam, hörmətli valideynlər və gənc mütəxəssislər. Bizim ünvanımıza çox saylı suallar gəlir valideynlərdən. Ümumiyyətlə, valideynlər son illərdə uşaqlarda aşkar olunan neyroinkişaf pozuntuları, sensor inteqrasiya pozuntuları, eyni zamanda daha çox autizm pozuntuları ilə bağlı suallar verirlər. Onların fərqlərini aydınlaşdırmağa çalışırlar. Daha çox suallar isə autizm və autizmin spektr pozuntusu arasındakı fərqlərlə bağlıdır. Bu sahədə onlar həkimlərin yanında olanda həkimlər də bunu izah edirlər, amma valideynlər bunun mahiyyətini o qədər də aydınlaşdıra bilmirlər. Yəni bunun nə olduğu, necə olduğu, niyə məhz biri autizm, digəri spektr pozuntusudur. Bax, bu məsələlər valideynlər üçün aydın deyil. Və burada mən düşünürəm ki, mütləq onların bu sahədə məlumatlarının olması yaxşıdır. Bəzən də valideynlər həkimlərdən diaqnoz götürəndə, yəni mənim uşağım autizm deyil, autizmin spektr pozuntusudur fikrindən xeyli rahatlanırlar və düşünürlər ki, bu daha yaxşı və daha tez həll olunacaq problemdir. Əlbəttə, bu belədir, amma bu demək deyil ki, uşağın inkişafı başı başına buraxılsın, uşaq özü inkişaf eləyəcək, gələcəkdə bu problemlər həll olunacaq. Ona görə də mən belə qərara gəldim ki, sizinlə elmi baxımdan, eyni zamanda praktik olaraq bu anlayışların mahiyyətini bir qədər daha yaxşı izah edeyim detallı şəkildə. Eyni zamanda bu spektrdə olan problemlər, hansı problemlərdir, onları qısa da olsa sizə çatdırım. Birincisi, autizm və autizm spektr pozuntusu arasındakı fərqlər. Autizmi siz belə bir dairəyə bənzədə bilərsiniz. Mən hazırlamışam əvvəlcədən. Bax, təsəvvür edin ki, bu bir dairədir. Uşağın sağlamlıq psixoloji göstəriciləri, davranışı, sosiallaşması, nitqi, ümumiyyətlə, hətta bəzən səhhətindəki problemlər. Bu dairənin içini bütövlükdə bütün sahələrin hər birisində bir pozuntu var. Biz bunu, məsələn, rəngliyə də bilərik ki, bu rənglərlə siz görəsiniz ki, burada hər şey pozulmuş vəziyyətdədir. Və müəyyən qədər uşağa yalnız müəyyən sahələrdə özünə xidmət bacarıqları öyrədilə bilir, müəyyən idman bacarıqları öyrədə bilir, amma onlarda akademik bacarıqlar, sosiallaşma bacarıqları, dil kommunikasiya bacarıqlarını öyrətmək çox çətindir. Amma biz autizm spektr pozğunluğuna gəldikdə isə vəziyyət biraz dəyişir və biz artıq görürsünüz, dairəni artıq sektorlara bölürük və bu sektorlar içərisində az və çox dərəcədə pozuntular ola bilər. Bəzi uşaqlarda dərk etməsi, intuisiyası, tapşırıqları anlaması yaxşı ola bilir, amma dil inkişafında, sosiallaşmasında və yaxud da davranışında çətinliklər ola bilir və s. Mən sizə hansı sahələrdə nələr pozuntular ola bilir, onları da izah edəcəm. Burada başqa bir fərqlər də var. Bəzi uşaqlarda, baxın, bu sektorlar daha sıx bölünür. Sektorların sıxlığı onu göstərir ki, uşağın psixoloji inkişafında əhəmiyyətli dərəcədə sensor sistemlərin pozuntuları var. Əksər sensor sistemlərdə pozuntular özünü göstərir və burada amma müəyyən sensor sistemlərdə, müəyyən sahələrdə pozuntular özünü göstərir. Eyni zamanda bu pozuntuların təkcə sahələri deyil, ağırlıq dərəcələri də fərqləndirilir. Hansı sahədə ağırlıq dərəcəsi hansı səviyyədədir? Bunların hamısı detallı şəkildə psixologiya ilə məşğul olan uşaqların kliniki psixologiyası ilə məşğul olan mərkəzlər və mütəxəssislər tərəfindən dəqiqləşdirilməlidir. Proqramlar bunun əsasında aparılmalıdır. Bunun üçün biz nə edirik? Bunun üçün biz çox saylı anket sorğularından istifadə edirik, valideynlərlə bu sorğuları keçirdirik, amma yenidən mütəxəssislər həmin sorğuları yenidən özləri uşaqlarla işləyərkən verilən tapşırıqlar, müşahidələr əsasında onların hərəkətlərinə görə bu məsələlər dəqiqləşdirirlər. Məsələn, bizim hazırda istifadə etdiyimiz sorğular 4 yaşa qədər uşaqlarda sensomotor inkişaf səviyyəsinin müəyyən edilməsi, sonra sensor sistemi funksiyalarının xüsusiyyətlərinin öyrənilməsi, sensor inteqrasiya pozuntusunda disfunksiya əlamətləri və simptomların müəyyən edilməsi, autizmin kliniki psixoloji təyini və s. bu cürə
çox saylı suallardan ibarət olan 114, 232, 156 və s. sayda anket sorğularına biz bax bu sektorlarda harda hansı pozuntuların olduğunu müəyyənləşdirib, o sektorları ayırd edirik ki, bax uşaqda konkret olaraq bu uşaqda bu sektorlarda bu pozuntular var və onun ağırlıq dərəcəsini artıq biz işin gedişində, prosesin gedişində müəyyənləşdiririk. Bəs bu sektorlar necə bölünür? Birinci növbədə məsələn, mən sizə valideynlə keçirilmiş bir anket sorğusunu göstərirəm. Baxın, bu anket sorğuda burada bölmələr var. Bəli, əvvəllər vardı. Uşaqda ola bilsin, uşaqda əvvəllər olub, indi müəyyən qaydaya düşüb. Yəni, uşaq inkişaf elədikcə bu problem aradan qalxıb. Bəli, indi var, xeyr, yoxdur, əmin deyiləm, bilmirəm. Varmı, yoxmu? Yəni, burada görürsünüz, bütün şkalalar üzrə valideynin bildiyi və bilmədiyi cavablar var burada. Xeyli dərəcədə valideynin müəyyənləşdirə bilmədiyi cavablar var. Bunların hamısı dəqiqləşməlidir. Bəs nələr yoxlanılmalıdır? Birinci növbədə sensor sistemlərin vəziyyəti təbii ki. Burada işıqla bağlı. Bax, görürsünüz, nə qədər burada xırda sorğular var. Mən bir neçəsini sizə tanımadığı, qeyri-adi geyimdə olan insanları tanımamaq, qaranlıqdan və parlaq işıqdan qorxmaq, kəskin işıq şüalarından, şimşəkdən və s.dən qorxub çəkinmək, parlaq işıqda gözlərini bağlamaq, qıymaq, yummaq. Digər gəlir, məsələn, nitq və səs pozuntuları, səsə qarşı ümumiyyətlə çox kəskin reaksiya vermək, səs-küylü olan yerlərdən qaçmaq, ümumiyyətlə səsi yaxşı qavraya bilmək. Bu eşitməməzlik deyil, səsi fonetik nitqi anlaya bilməmək məsələsidir burada. Sonra nəqliyyat səslərindən, başqa kənar səslərdən ehtiyatlanmaq, səs yaradan əşyaları sındırmaq. Sonra gəlir eşitmə sistemi üzrə. Eşitmə sisteminə aid olan bir çox şeylər, toxunma sistemi üzrə aid olan xeyli sayda suallar var, bunları ayırd edirik. Bundan başqa qoxu sisteminə aid olan suallar aydınlaşmalıdır və bunlar bütün məşğələlər boyu hamısı bir-bir dəqiqləşməlidir. Dad bilməyə qarşı, hərəkət müvazinət sisteminə qarşı bu hazırlıq vəziyyətdə kiçik və motor sahənin vəziyyətidir və eyni zamanda bunların fonunda davranışı, təmas, toxunma, qəbullanma, uyğunlaşma, bütün bunların fonunda bax uşağın bu mühitə uyğunlaşması, verilən tapşırıqlara uyğunlaşması, hansı materialdan olan tapşırıqların həllində, hansı materialdan olan əşyalarla rahat oynayır, hansı istiqamətdə olan əməliyyatlar daha yaxşı yerinə yetirir, hansılarla təmasda olmaq istəyir, hansılarından qaçır. Bunlar hamısı dəqiqləşir və biz bu sektorların içini o qaydada doldururuq ki, bax bu uşaqda 1, 2, 3, 5 və yaxud da 7 sektorda pozuntu var və onun ağırlıq dərəcəsinə görə indi hər mütəxəssis istədiyi kimi onu rəngləyə bilər. Açıq rənglə, tünd rənglə, yəni rəngin özü həmən ağırlıq dərəcəsinin səviyyəsini müəyyənləşdirir. Amma təbii ki, biz bunun sonralar işin gedişində, irəliləyişlərdə şkalalar formasında qeyd edilir ki, bax, həmən sektorlar üzrə şkalalarda olan dərəcələr necə qalxır və yaxud da yerindən tərpənmir, inkişaf getmir. Bunların hamısını biz elmi şəkildə təhlil etməliyik. Və bu proses necə getməlidir, hardan başlanmalıdır? Bəzən müəssisələrdə 4-5 yaşından uşaq müəssisəyə götürülür. Amma bu müəssisələrdə həmən yaşa görə və yaxud da 0 yaşdan deyirik də, ən aşağı sensor təcrübədən məşğələlər başlanır. Burada bir çox məsələlər var ki, onları unutmaq olmaz. Mən sizə bu ardıcıllığı təxminən belə izah eləyərdim. Birincisi, uşağın özü və başqaları ilə münasibətlərini tənzimləməsi öyrədilməlidir. Uşaq onunla işləyən mütəxəssisə, o cümlədən də valideyn özünə tamamilə alışmalıdır, onunla təmasa girməlidir, onunla bir yerdə sərbəst oyununda oynamalıdır və ona
onu yaxına buraxmalıdır. Yəni onu tamamilə özünü ona etibar etməlidir və ona qarşı bir marağı olmalıdır. Onun üçün də biz uşağın maraqlarını öyrənmədən, uşağın istədiyi zövqünə uyğun gələn, onun xoşuna gələn hərəkətləri onunla birlikdə yerdə çömələrək, divanda yumalanaraq, qalxaraq, tullanaraq, yəni uşağın daxili aləminə girmədən biz bu etibarı qazana bilmərik. Bu mənada hazırda tətbiq olunan proqramlara floor time proqramlar deyilir. Yəni yer üzərində, döşəmə üzərində birgə fəaliyyətin təşkili. İkinci bir mühüm məsələ yaxınlığın qurulmasıdır. Bu yaxınlıq fonunda uşaqla bir yerdə yaşlı da ona qoşulur, ona hərəkət eləyir, onun dünyasına girir. Belə deyək də, biz el arasını belə işlədir. Lazım gələndə meymunluq eləyir, lazım gələndə özünü bir axmaq yerinə qoyur, lazım gələndə onun kimi bir uşaq yaşında olan bir insan kimi aparır. Yəni o uşaqla eyni səviyyədə, uşağın dünyasında onunla birlikdə hərəkət eləməlidir. Və bu fonda uşaqla bir yerdə iki tərəfli kommunikasiya qurulmalıdır artıq. Biz uşağın etibarını qazandıqdan sonra artıq ona tələblər qoya bilirik. Əgər biz ona əvvəldən tələblər qoyub, bizim istədiyimiz kimi hərəkət eləməyə otur, bunu et, bunu düzəlt, bunu qoş, yəni xüsusilə loqopediya sahəsində olur. Mütləq bu sözü deməlisən, uşağı qışqırda, məcbur eləyərək, onu deməsən buradan durmayacaqsan. Bu cür münasibətdən iki tərəfli kommunikasiya olmadığı yerdə biz autizm uşaqlara heç nə öyrədə bilmərəm, o cümlədən başqa uşaqlara. Yalnız oradakı yollarına nələrsə didikdirə və nələrsə elətdirə bilərik, amma uşaq onu heç zaman mənimsəməyəcək. Növbəti mərhələdə emosional düşünmə gəlir. Yəni bu iki tərəfli kommunikasiya prosesində uşaq özünün düşüncələrini inkişaf elətdirməlidir, yeni ideyalar irəli sürməlidir. İndi maşını birgə sürdük, indi bu maşınlar toqquşdu, indi bu maşınlar getdi qaraja və yaxud da gəlinciklə bağlı, indi bunu yedizdirdik, indi bunu yatızdıraq, indi bunu qulluq göstərək, indi bunu əlinə tutub gəzməyə aparaq. Məsələn, bu kimi birgə fəaliyyətlər fonunda uşağın dünyasında yeni emosional münasibətlər qurulmalıdır. Uşaq tam olaraq təlim fəaliyyətinə hazırlanmalıdır. Başqa bir məsələ emosional düşünə bilməkdir. Emosional düşüncə artıq uşağın daxilindəki istəklərin, niyyətlərin, daxili tələbatların açılması prosesidir. Ümumiyyətlə, bizim təcrübəmizdən biz görürük ki, bu uşaqlar autizm sindromu ilə dünyaya gələn uşaqlarda şuur və şuuraltı əlaqələrin qurulmasında problemlər var. Bizim şuuraltımızda olan informasiyalar şuur tərəfindən asan şəkildə uyğunlaşdırılır, qoşulaşdırılır, yəni əlaqələr qurulur. Emal proseslərində onlar birgə fəaliyyət göstərirlər. Amma autizm uşaqlarda belə birgə fəaliyyətin qurulmasında çətinliklər olur. Digər bir məsələ, biz ətraf aləmdəki əşyaları, obyektləri, hadisələri gestalt olaraq deyil, real həyatda olduğu kimi anlaya bilir. Məsələn, biz qarşımızdakı obyekt və onun fonundan ayıraraq obyekti dərk edə bilirik. Asanlıqla bu baş verir. Amma autizm uşaqlarda bu dərk etmə gestalt dərk etmədir. Onlar fiquru fondan ayırmaqda çətinlik çəkirlər. Biz o fiquru fondan ayırmalıyıq, uşağın qarşısına gətirməliyik, onu bütün mahiyyəti ilə, reallığı ilə bir yerdə uşağa onu anlatmalıyıq. Çünki o uşaqlarda qavrayışın tamlıq xassəsi bizimki kimi olmur. Onlarda tamamilə hər şey başqa cürdür. Hər şey bəzi sahələrdə bizimkindən daha üstündür. Bizim nə zamansa yaşımızın hansısa bir yaşında deduktiv yanaşa biləcəyimiz proseslərə, hadisələrə onlar elə 2-3 yaşından deduktiv yanaşa bilirlər. Yəni gestalt yanaşa bilirlər. Amma biz ümumiyyətlə psixologiyanın qanunuyluqları belədir ki, psixoloji inkişaf daha çox induktiv yolla gedir. Yəni sadədən mürəkkəbə doğru. Bizim nitqimizdə, davranışımızda, dərk etmə sahəmizdə daha çox induktiv yolla inkişaf edir. Sadədən mürəkkəbə doğru, asandan çətinə doğru. Amma bu uşaqların dərk etmə sahəsi bizimki kimi deyil. Tam mənada hələ aydınlaşdırılmayıbdır, araşdırılır. Amma əldə olan nəticələr göstərir ki,
bu uşaqların beyni bizim insanlığın, bəşəriyyətin gələcəkdə yəni formalaşacaq beyni kimi çalışır və biz bunun xüsusiyyətlərini öyrənməliyik. Əgər övladınızda autizmin elementləri varsa, bunu izləyirsinizsə, təcili olaraq o dairədə olan hansı pozuntu sahələri varsa, o sektorları müəyyənləşdirin, onlara görə qarşılıqlı tədbirlər görün, onlar üzərində çalışın, mütəxəssislə bir yerdə siz də uşağınızı cəmiyyətə, sizə uyğunlaşmasını və sizin onlara uyğunlaşmanızı təmin edin. Sağ olun, gələn görüşə qədər.